4-də 4-ə sayılır. Yəni bütöv notun xanəsidir. 1 və 2 və 3 və 4 və. Elə burada sual var ki, bütöv neçə 16-lıq var, neçə 8-lik var. Bir bütöv not var. Yəni bir bütöv not var. Baxaq. Qoy mən götürüm onu. Aha. Rəngimizi də götürək. Və deyək. Bir bütöv not var. Yəni 1, 2, 3, 4-ə sayılır. Əgər biz bunu sxemi ilə baxsaq, 16 dənə 16-lıq görürük, 8 dənə 8-lik görürük. Demək ki, biz 4-də 4 xanədə bir bütöv not var, 16 dənə 16-lıq var, 8 dənə 8-lik var. Müəllim təbiət dərsində almanı 2 yerə bölür və sonra böldüyü almaları da təkrar 2 yerə bölür. Alınan dilimlərin sayı müəyyən musiqinin hansı ölçüsünə bərabərdir? Burada təxminən, yəni bildiniz ki, artıq bir almada 4 dənə dilim varsa, yəni 4 dənə çərək var. İzah dərs başa düşməsin deyirəm bunu ki, yəni bütöv notda neçə çərək var, neçə 16-lıq var, neçə 8-lik var. Xalis oktavanın üstünə kvarta gəlsək, hansı interval alarıq? Bəli, xalis oktavanın tərkibində sadə intervallardır. Yəni prima, sekunda, tersiya, kvarta, kvinta, sexta, septima, oktava. Artıq müvəkkəb oktavaya keçərdə, yəni nona, desima, undesima, duodesima, tresdesima, kvardesima, kvindesima. Kvart da bir ki 4 deməkdir də. Yəni nona, desima, undesima, duodesima, 4-cü kvarta yəni deyəndə 4 dənəsini gəlir üstünə, onu duodesima olur. Pentatonika nədir? Pentatonika, penta 5 səs deməkdir. Tonika da 5 deməkdir. Tonika da səs deməkdir. Aha. Biz buradan çıxaq ki, səhifəmizi çevirəndə bizə gəlməsin. Aha. Neçə mürəkkəb interval var? Dediyimiz kimi mürəkkəb interval bir dəfə biz saydaq 7 dənə interval oldu. 7 dənə interval var. Baxın. 7 intervalımız var. Aha. Tetraxodun hissələri hansı intervalı təşkil edir? Tetraxodun hissələri 4-4 gedir. Yəni bir oktavada 8 dənə not gedir və birinci hissə birinci tetraxoddur, ikinci hissə isə ikinci tetraxod alır. Yəni kvartalarla təşkil edir. Baxın, yenə həmin kvarta hissəsi gəldi. Buradadır ki, bu lat hansı muğamın tetraxodudur? Yadımızda qalsın bir dəfəlik bizim 3 dənə muğamımız bizim qovuşaraq birləşir tetraxodlara. Baxın, tetraxodda biri burada qovuşur, bir də burada qovuşur. Yəni qovuşaraq birləşənlər rast, şur, segahdır. Bunu bir dəfəlik yadımızda saxlayaq. Əsas 3 səslər hansılardır? Əsas 3 səslər, qammanın bütün səslərindən 3 səsi düzəltmək olar. Amma bunun əsasları tonikadır, subdominanta və dominantadır. Baxaq görək, tonika, subdominanta isə vaxtı variantları çaşıb səhv verirəm. Kiçik tersiya intervalı hansı sırada verilib? Kiçik tersiya 1'də 2, 1 tam, onda 5 dənə. 1 tam, yəni kiçik tersiya neçədir? 1 tam, onda 5. Yəni 1 tonun yarım deməkdir kiçik tersiya. Aha. Bu zaman baxaq, do, mi kiçik deyil. Re, fa qalsın. Sol, si də kiçik deyil. Bunlar da ikisi də böyükdür. Re, fa kiçik tersiyadır. Növbətiyə keçək. Aha, volta işarəsi hansıdır? Göstərək ki, volta işarəsi hansıdır? İlk növbədə deyim ki, məsələn, bizim sertifikasiyada ixtisarlaşma deyilən bir şey var. Yəni, çərçivəmizdə ixtisarlaşma deyilən bir şey var. Baxın, bəzi vaxtı, məsələn, repriza volta ixtisarlaşmaya aid olur. Ona görə ki, məsələn, bir səhifə, 2 səhifə, bir də görsən, onu belə deyək də, o vərəqlərə ekonom
olsun, yəni vərəqlərə çox vərəq getməsin deyənə istifadə olunur. Yəni kəsrlərdə ixtisarlaşma olur. Bu zamanda volt da bax onlara aiddir, repriza da onlara aiddir. Amma voltanın işarəsi bax belədir. Deməli birinci volta 1, bu da ikinci volta. Burada da 2. 2. Belə. Qammanın neçə halı var? Qammanın 3 halı var. Natural, ondan sonra gəlir melodik və harmonik. Bu qammanın halında səslər yuxarı qalxarkən 6-cı və 7-ci pillə yarım ton zilləşir. Aşağı qayıdarkən isə səslər 6-cı və 7-ci pillə bəmləşir. Bu hansı qammadır? Gəlin natural minordur, sonra melodik minor var, melodik major var, harmonik minor var. Qammalar haqqında biz bilirik də, natural heç bir dəyişiklik olmur. Melodik halda səslər yuxarı qalxarkən dəyişiklik olur, aşağı düşərkən də həmçinin bizə sadəcə soruşduğu bu qammanın halında, yəni bu qammanın hansı halında 6-cı, 7-ci pillə qalxarkən bu qammanın melodik major, melodik minorunda, bax melodik minorunda 6-cı və 7-ci pillə qalxanda zilləşir, qayıdırsa isə bekarlaşır. İdman dərsində müəllim komandaya belə tapşırıq verir. Birinci komanda cəld, ikinci komanda asta, üçüncü komanda isə ağır yeriyir. Variantların hansında yerişi musiqi dili desək, necə təsvir olunur? Yəni, baxaq, görək. Deməli, birinci komanda cəld yerir. Cəld bildiyimiz kimi allegradır. Aydındır. İkinci komanda isə asta yerir. Üçüncü komanda adajio yerir. Bu zaman düzgün variant və budur. Lia, re hansı intervallardır? Lia, re. Lia, re. Əgər biz tonlarına baxsaq, lia, si bir ton, si, do diyez 2 ton, 2 ton yarım da düşür xalis kvartaya. Lia, re olur xalis kvarta. 2 ton yarımda. Əsas intervallar bilmək üçün tonları bilmək lazımdır. B-dur və D-dur qammalar necə işarədir? Necə işarədir? Baxın. B-dur qammalı neçə işarə var, belə deyək də. B-dur və D-dur qammalar neçə işarə var? B-dur si bemol major qammasını göstərir. D-dur re major qammasında. Hər iki variantda, yəni hər iki qammada 2 işarə var. Fa diyez, do diyez, reyezli qammadır. Si bemolli qammadır. Dominant septakordun qamması neçənci pillədən qurulur? Dominant septakordun qamma. Bir dominant septakorddan, bu isə dominant kvinsektakord deyir bizə. Dominant kvinsektakord, dominant septakordun dönməsidir. Yəni, dominant septakord 5-ci pillədən qurulur, kvinsektakord 7-cəndir, treskvartakord 2-dəndir, kvinsektakord isə 4-cü pillədən qurulur. Beləliklə, düzgün variant yəni dominant septakordun dönmələrini deyirikdə biz. Demək, dominant septakordun dönmələri kvinsektakord, treskvartakord və sekundakord. Pilələrin sayında 7, 2 və 4. Variantlar çoxdur burada. Baxın, buradan çıxdım, baxın. Mən buradan çıxım ki, bunu çevirə bilim də. Variantlar çoxdur. İndi nə bilim, yəni, bunları mən özüm yazıram, öz xəttimdən. Yəni, xəttimi oxuya bilərsiniz yəqin ki.
İstəsəniz ardında izah eləyərəm. Oldu, sağ olun.